Sizlərə vaxtınız xeyir olsun. Sonuncu ümumi sınaq imtahanımızın izahına baxırıq. Birinci sual PowerPoint proqramı ilə bağlıdır. Slideshow lent tabından həyata keçirilən əməliyyatları müəyyən edin. Burada slaydların ölçüsünü, onların nömrələmənin başlanma sırası və slaydın təqdimatlı səmtini təyin etmək dizayn tabına məxsusdur. Hətta təqdimatımızın özündə açaq yerində göstərmişəm. Daha faydalı olsun. Deməli, dizayn tabının bax bu slide size bölməsinin alt əmri olan custom slide size-dan bu əməliyyatları həyata keçirmək olur. Slaydlar animasiya effekti. Slaydın özünə animasiya vermək transition tabından həyata keçirilir. Slayd obyektlərini animation. Təqdimatın üzərinə səs yazılıbsa, həmin səsin nümayiş zamanı, bax çox önəmli bir məsələdir. Nümayiş zamanı müvəqqəti ləğv. Bəli, slideshow-dan həyata keçirilir. Slideshow lent tabının setup bölməsi var. Setup slideshow. Setup lent qrupu, setup slideshow. Buradan show without narration, animasyon effekt və səs effektlərinin bax bu iki əmrlə ləğvi özdə müvəqqəti ləğv. Çünki daimi ləğv üçün gərək transition tabına gedib, əgər səsi hardan vermisənsə, oradan yığışdırasan və yaxud animation. Cari slaydın nümayişdən gizlədilməsi doğrudur. Elə eyni lent qrupunun içərisində hide slide əmridir. Slaydların şablon mövzularının tətbiqi dizayn tabından həyata keçirilir. Sözü gedən bölmə buradır. Slaydların nümayişin qeydə alınmış vaxtda idarə olunması düzgündür. Söhbət gedir slideshow-dan rehearse timing əmrindən. Arxa plan üslubları dizayn tabından həyata keçirilir. Slaydların nümayiş olunma ardıcıllığı isə transition tabından həyata keçirilir ki, burada transition-da after bölməsi var. Buradan vaxt həyata keçirmək olur ki, hansı slayd nə qədər nümayiş olunsun. İndi məsələ oradadır ki, düşünə bilərsən ki, slaydların nümayiş ardıcıllığı həm də qeydə alınmış vaxtla idarədə də həyata keçirilə bilər. Amma orada əgər ki, rehearse timing nəzərdə tutulsa, o açıq şəkildə yazılmalıdır. Burada nəzərdə tutulub slaydın ekranda nümayiş olunması zamanından söhbət edir. Düzgün cavab variantımız 3, 4, 6-dır. Həm də ümumiyyətlə burada elə bir variant yoxdur ki, səni çaşdırsın, tutaq ki, 8-i götürəsi olsan, 8-də yalnız 1, 6, 8 var. O da 1-in aydın məsələdir ki, dizayn tabından olduğu və beləliklə bunun düzgün cavabı ehtimalı belə yoxdur. 27-ci sual akseslə bağlı bir sorğudur. İndi sorğunu biz həyata keçirəcəyik. Verilənlər bazası verilib və bu verilənlər bazasında bazası əsasında, cədvəl əsasında bir sorğu həyata keçirilib. İndi həmin sorğu ilə biz danışacağıq. Sorğu həyata keçirilib. Mən indi bir balaca bunu kəsəcəyəm. Sorğunu görə bilək deyənəm. Sorğuda nədən söhbət gedir? Burada cədvəl əsasında bunu biraz yuxarıdan kəssək daha yaxşı olardı. Kəsək görək. Burada qeyd olunub ki, bazadan sorğu həyata keçirilib. Sorğu yaradılıb cədvəl əsasında. Və ilk 3 yerdəki tələbələrin sıra nömrəsini tapın. Deməli, sorğuya baxanda ilk öncə baxsam field, sahə bölməsinə. Burada hansı sahələr görünəcək, onlar göstərir. Hansı cədvəldən götürülüb? Sortirovka çeşidləmə deməkdir. Diqqətlə baxmaq lazımdır ki, informatika üzrə sonda azdan çoxa çeşidləmə həyata keçiriləcək. Bu ən sonda olacaq əməliyyat. Bura qayıdacaq. Baxırıq ki, şərtlərin biri kriteriyada verilib, biri isə orada verilib. Bu da o deməkdir ki, şərtlər and-lə yox, or-la həyata keçiriləcək. Yəni nəticədə nəticələr birləşdiriləcək və ümumi bir nəticə ortalığa çıxacaq. Amma əgər ikisi də şərtlər kriteriyada verilsəydi, onda nəticələr kəsişdiriləcək. İndi gəlin baxaq. Deyir ki, informatikası 18-dən böyük bərabər olmalıdır. Baxıram ki, burada uyğun gəlir Ruslan, yəni kim, Cəlal, Elaris, David, Emil. Bax bunlar, bu şəxslər informatikası 18 və ondan yuxarı olan. Sıra nömrələrini qeyd edir. 2, 6, 8, 9 və 10. Sonra OR operatoru ilə birləşdirəcəm. Məntiq 40-dan böyük olmalıdır. Məntiq də 40-dan böyükdürsə 40 özü ora düşmür. Bura uyğun gəlir yenə Ruslan.
Elaris, David, Emil. Burada sıra olarak 2, 8, 9, 10. Birləşdirici operator olduğu üçün biz burada elə cavabı yenə 2, 6, 8, 9, 10 alırıq. Çünki birləşdirmədə aydın məsələdir ki, ortaq olanları bir dəfə götürürük, olmayanda uyğunlaşdırırıq. Deməli, burada cavabımız 2, 6, 8, 9, 10. Əslində cavabımız belədir. Deyə də bilərik ki, cavab 2, 6, 8-dir. Lakin diqqətli olmaq lazımdır. Bax, variantda da 2, 6, 8-i mən qoymuşam. Diqqətli olmaq lazımdır ki, biz ən sonda bu tutaq ki, ödəyən adamlar ki, kimlərdir, onları pluslayıram bu şəxsləri. Bax, ödəyən adamlar Ruslandır, Cəlaldır, Elaris, David, Emil. Bu şəxslərin düzülümündə informatika ascending azdan çoxa olmalıdır. Yəni ən az informatika olan ən birinci olmalıdır bu sırada. Baxıram ki, burada informatikada Ruslanda 24-dür, Cəlal 19-dur. Deməli, başlamalıdır Elarizdən. 8 Elariz gəlməlidir. Sonra yenə sırası ilə 18-dən sonra informatikası çox olan kimdir? Cəlal 6. Sonra gəlməlidir Emil 10. Sonra gəlməlidir David 9 və sonda gəlməlidir Ruslan 2. Deməli, əgər bu ascending ifadəsi olmasaydı, cavabımız 2, 6, 8 ola bilərdi. Lakin burada 8, 6, 10-dur, çünki diqqətli olmaq lazım olan bir məqamı biz qaçırtmamalıyıq. Və bu məsələ önəmli. Cavabımız 8, 6 və 10. Yəni, B variantı düzdür. Keçirik növbəti məsələ. 28 nömrəli sual. 28-ci sual review lent tabından yerinə yetirmək olmaz. Söhbət Word-dən gedir. Word-ün reviewsundan nə etmək olmaz? Sözlərə şərh vermək mümkündür. Baxın, misal hazırda Word-ün içərisindəyik. Şərh əlavə eləmək üçün həm insert lent tabının müvafiq əmrindən istifadə edə bilərik, həm də review tabının müvafiq əmrindən istifadə edə bilərik. Bu düzgündür. Sənəd üzərində aparılmış dəyişikliklərin izlənməsi. Bu da mümkündür. Tracking bölməsidir. Track change. Düzgündür. Orfoqrafik qrammatik səhvlərin yoxlanması. Spelling grammar. F7 düyməsi ilə həyata keçirilir. Sözlərin sinonimləri də həmin onun yanında Thesaurus'dur. Shift F7 düyməsi ilə həyata keçirilir. Deməli, düzgün cavab variantımız sənəd daxilində çarpaz istinadlardır. Hansı ki, bu əməliyyat insert lent tabının links lent qrupundan yaxud da reference lent tabının içərisindən captions lent qrupundan həyata keçirilə bilər. 29-cu sual. Slayda səs və video obyektlər əlavə etmək üçün hansı lent qrupundan istifadə olunur? Insert lent tabından media lent qrupundan söhbət gedir. Baxın, insert lent tabı və mən də Word-dəyəm, keçim bura. Və burada media lent qrupundan həyata keçirilə bilər. Aksesdə cədvəlin dizayn rejimi verilib, konstruktor rejimindir. Bu rejimdə sahə xüsusiyyətləri ilə belə deyək, bağlı yer göstərilib. Həmin bu bölmədə deyir, hara müraciət eləməliyəm ki, sahəyə qiymətin daxil edilməsini məcburi edim. Bu required əmridir. Bax, bu bölmənin köməkliyi ilə biz sahəyə qiyməti məcburi edə bilərik. Cavabımız B variantıdır. Burada əlavə olaraq sizə düşə bilər default value, susmaya görə dəyər daxil etmək və yaxud da indeksləşdirmək, hansı ki, axtarışı sürətləndirmək üçündür və s. Düzgün cavab variantımız required bölməsidir. Lazım olan məsələləri yenə də çalışın ki, Access-in təqdimatından vaxtında bilin. Mən indi sizin üçün mümkün olarsa buradan göstərərəm. Yox, gedərik ora. Suallar işləyəndə, xüsusilə izahlara baxanda məsləhətimdir sizə ki, üçüncü sualda B variantıdır, elə eləmə. Ümumiyyətlə, bax ki, o suala düzgün cavab verə bilmək üçün sən hansı mərifətin yiyəsi olmalısan? Əgər yoxdursa sən də onu özündə formalaşdırmalısan. Əgər əlbəttə ki, məqsədin varsa. Biz nəyə baxacaqdıq? Yadıma düşdü. Deməli, bax bu gördüyünüz 21-ci səhifədə lazım olan bütün məlumatları qeyd etmişəm. Cədvəlin dizayn rejimində neçə sütun olur, hansı sütunların doldurulması məcburidir, hansıların doldurulması məcburi deyil, required nə deməkdir, default value nə deməkdir, indeksləşdirmə nə deməkdir. Və bir də diqqət edin, burada bir detal var, onu qeyd eləməmişəm, sizə bildirim. File size bölməsi var, bu da qəbulda düşə bilər ki, istifadəçi cədvəldə sahənin uzunluğuna müdaxilə etmək istəyirsə,
hara müraciət etməlidir? File size, yəni sahənin uzunluğu. Davam edirik növbəti sualla. Növbəti sualımız demək, informatikanın əsas anlayışları mövzusuna aiddir. Maraqlı bir sualdır. İndi biz bu sualı kəsirik və həll edəcəyik. Demək dostlar, bu tipli suallarda ilk öncə diqqətli olmaq lazımdır ki, bizdən birinci nəyi soruşur və ikinci önəmli məsələ də odur ki, biz baxmalıyıq ki, hansı ölçü vahidinə gətirsək daha rahat, daha sadə olar. Çünki sualı yazan adam təsadüfi rəqəmlərdən istifadə eləmir. Elə rəqəmlər qoyur ki, əgər sən diqqətli olsan, gözünü açsan, burada rahat şəkildə hərəkət edə bilərsən. Gəlin indi baxaq. Verilənlərin ötürülmə sürəti 50 kilobit bölü saniyə olan modem. Deməli, 1 saniyədə 1 saniyə. Bu modem 50 kilobit informasiyanı ötürə bilir. Bəs neçə saniyəyə o ASCII-də kodlaşdırılmış 1440 simvolluq 400 səhifəlik sənədi ötürər? Bilirsiniz, sənədin səhifələrinin həcmini, ümumiyyətlə mətnin həcmini tapmaq üçün əvvəlcə biz səhifə sayını, yəni 400-ü vuracağıq simvol sayına 1440 simvol və əgər ASCII-dirsə 1 bayta vuracağıq, məsələ ondan da həll olacaq. İndi burada məsələ odur ki, fikir verirsinizsə, yuxarıda kilobitlə ifadə olunub, aşağıda baytla ifadə olunub. Biz düşünürük ki, əgər bunu kilobayta gətirəsi olsaq, gərək bu altdakı baytı 1024-ə bölək. Orada da o boyda ədədimiz yox. Yəni, eləmək olar, məsələn, 1440-ı yazmaq olar, 90 vurulsun 16 kimi, 400-ü də içindən 8 çıxartmaq olar, 16 çıxartmaq olar. Amma o qədər heç getməyə ehtiyac yox. Nə edirik? Ortaq məxrəci gətiririk. Kilobitdən də bitə gəlirik, baytdan da bitə gəlirik. Necə edirik? Deməli, bilməlisiniz ki, yəni zamanında mən bunu sizə keçmişəm də, bilirsiniz ki, bitlər mərtəbəsi deyilən bir şey var. Burada bitdən sonra kilobit gəlir, sonra megabit gəlir, sonra da gigabit gəlir və s. Əgər bitdən kilobitə keçirsənsə 200 ona bölməlisən, kilobitdən bitə gəlirsənsə 200 ona vurmalısan. Belə bir məsələ var. İndi biz deməli bu biliyimiz əsasında bilirik ki, əgər biz yuxarıdakı 50-ni 200 ona vursaq, o zaman onu bitlə ifadə eləyərik. Belə də eləyirik, vururuq 200 ona. Demək bu da oldu bit. Buradakı kilonu ifadəni yığışdırırıq. Baytdan bitə getmək üçün isə 8-ə vurmaq lazımdır. Yəni 203-ə vurmaq lazımdır. Bu sadə primitiv bir şeydir. Beləliklə artıq həm yuxarıda, həm də aşağıdakı ölçü vahidlərimiz bitlə ifadə olunur. Sadə bir hesablama həyata keçirəcəyik. Bilirsiniz ki, düz mütənasib asılılıqda çarpaz vurmaq lazımdır. Yazacağıq ki, 400 vurulsun 1440 vurulsun 203 böl 50 vur 200-dür 10. Burada ixtisar gedəcək əlbəttə ki, bu 50 ilə bu 400 ixtisar gedəcək, ortada qalacaq 8, yəni 200-dür. Burada da 203 var, aşağıda 206 var. Bizə yuxarıda 204 lazımdır ki, ixtisarımızı aparaq. Bu 1440 özü də 90 vur 204 demək. Görürsünüz, təsadüfi ədədlər deyil. Bəli, bu 204 ilə bu 203 və bu 203 ümumilikdə 210 eləyir və ixtisar gedir, yuxarıda qalır 90 saniyə. Burada artıq sən diqqəti işə salmalısan. Cavabı 90 tapmısan. Tez cumub C variantı yazmamalısan. Niyə görə? Çünki sualda səndən soruşur ki, neçə dəqiqə ötürür? Deməli, bu sualda həm savad, həm diqqət tələb. Neçə savad tələb olunur. Deməli, biz baxırıq ki, 90 saniyədir. Əgər 1 dəqiqə 60 saniyədirsə, bəs neçə dəqiqə 90 saniyədir? Aydın məsələdir ki, burada cavabımız olacaq 1,5 dəqiqə. Yəni A variantı. 32 nömrəli sualımıza baxırıq, kəsirik sualımızı. Elektron cədvələ əsasən aşağıdakı funksiyaların nəticələrini artan sıra ilə düzün. İlk öncə len funksiyasından başlayırıq. Len funksiyası mətnin uzunluğu üçündür. C5 xanasında yazılan mətnin uzunluğunu götürəcəyik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Deməli, bunun cavabı olacaq 9. Produkt vurma deməkdir. A2, B3. A2-dən B3-ə qədər. Bax, bu gördüyünüz diapazondan söhbət gedir. Burada gördüyünüz kimi 2 dənə mənfi dəyər var.
digərləri isə müsbət dəyərlərdir. Nəticənin müsbət olacağı aydın məsələdir. Deməli, burada nə etmək lazımdır? İlk öncə sən 7-ni vuracaqsan 2-yə, müsbət 7 14 eləyəcək. Oradan da bu 2-ni vuracaqsan 4-ə. Bu da sənin üçün verəcək 8. Burada qeyd eləyək. Vurulsun. Da mənfi yazmıram. Bir dəfəlik yazıram. Vur 8. Bu da bizə verəcək 112. Qeyd edirsən bura 112. Sonra davam edirik. If şərtdir. Şərt düzdürsə birinci, yanlışdırsa ikinci hesablama həyata keçirir. Qeyd olunub ki, ABS B3 böyüdür 5-dən. Deməli, ABS modul deməkdir. B3 xanasının modulu 4 eləyir, yəni müsbət 4. 5-dən böyüdümü? Xeyr, əlbəttə ki. Deməli, yanlış olduğu üçün biz ikinci hesablamanı həyata keçiririk. B1-i vururuq C3-ə. B1-imiz 6-dır, C3-ümüz isə 12-dir. Burada da 12-ni 6-ya vurarsan, alarsan 72. 72 və son olaraq power funksiyasına baxarıq. Power A5 C2. A5 xanasında yazılıb 2, C2 xanasında isə yazılıb 7. Deməli, bu da 2 üstü 7, 128 alır. Deyib ki, artan sırayla düzülür. Deməli, ən aşağıdan ən yüksək. Deməli, birinci 1 gələcək, sonra gələcək 3, sonra 2, ən sonda da 4. 1, 3, 2, 4. Yəni, D variantı düzgün variant. Davam edirik 35-ci sualla, üzrə 33-cü sualla. KMOS yaddaş düzgün ümumiyyətlə variantları istəyir. KMOS yaddaş enerjidən asılı olmayan yaddaşdır. Bəli, enerjidən asılı olmayan yaddaşlardan ROM-u göstərmək olar. Daxili yaddaşdan söhbət gedir də, xaricilərin heç bir asılı deyil. Bir də EPROM göstərmək olar, yəni flash yaddaş. KMOS da ROM-un içinə aid olduğu üçün. Funksional baxımından yaddaş 2 hissəyə bölünür. Xarici yaddaş enerjidən asılı olmayan daşıyıcılarda qurulur, düzgündür, bir də düzdür. Əməli yaddaş icra olunan proqramları saxlayır, bu da düzdür. Xarici yaddaşın əksinə işləmə sürəti daxilə nisbətən aşağı, amma tutumu isə böyükdür. Deməli, belə çıxır ki, 1, 3, 4, yəni D variantı düzgün. İnternet xidmətlərinə aid deyil. Düzgün cavab variantı C variantı PEG kanalıdır. İnternet xidmətləri hansılardır? 3W, FTP, Electron Port, Usenet, bundan başqa Telnet var, ISQ var, Goofer var. İndi mən həmin səhifəni sizin üçün göstərirəm. Oradan öz qeydinizi götürmək istəyirsinizsə götürün və çox önəmli bir məsələdir. Qəbulda sual düşmə ehtimalı böyükdür. Protokollar və internet xidmətləri çox önəmli məqamdır. Baxın, indi mən həmin səhifəni sizin üçün göstərməyə çalışıram. Bəli, bütün internet xidmətləri və onların müvafiq funksiyaları qeyd edilmişdir. Davam edirik. Növbəti 35 nömrəli sualımıza baxırıq. 35-ci sual maraqlı suallardan biridir. Kitab BMP adlı fayl informatika qovluğunda saxlanılır. Deməli, ən birinci hansısa bir daşıyıcıdır, X daşıyıcısı, qoşa nöqtə və slash. Sonra orada informatika var, info. Sonra bu fayl həmin qovluqda yerləşən fizika, infodan sonra deməli fizika gəlməlidir. Fizika qovluğunun daxilində yaradılmış, fizikanın içərisində bir X qovluğu var. X deməyək, Y deyil, Y qovluğu var, X hüceyi var bizdə. Y qovluğu var və deyir ki, fizika adlı qovluğun daxilində yaradılmış, qovluqda yaradılmış. Deməli, bunun içində bir dənə Z də var. Yaradılmış yeni qovluğa daşındı. Yəni, kitab hal-hazırda buradadır. İndi biz cavaba baxıb tapacağıq ki, kitab hardır? Baxırıq ki, info ilə başlamalıdır. Solda da istənilən bir, belə deyək də, hərf ola bilər. O bizim üçün problem deyil. Çünki daşıyıcı bu hərflərlə ifadə oluna bilər. Infodan sonra fizika gəlməlidir. Deməli, B variantı səhv. D də səhv. Fizikadan sonra Y gəlməlidir, sonra Z gəlməlidir. Baxıram ki, fizikadan sonra bir dənə Y gəlib, tutaq ki, Z yoxdur, kitab gəlib. Deməli, səhvdir. Burada baxıram, informatika, fizika, Fizqov, bəli, 2023, sonra kitab B. Aydındır. Yəni, bu cümləni oxuyanda biz bunu qeyd eləmişdik özümüz üçün. Həmin qeyd əsasında ardıcıllığı təqib eləyəndə baxdıq ki, hə, C variantı.
36-cı sual qurulmuş diaqramın elektron cədvəl fraqmentinin A2, C2 diapazonuna uyğun olması üçün C1-də nə yazılmalıdır? Bax, belə qəbul sualları düşmə ehtimalı böyüdür. Diaqramla bağlı məqama diqqət edin. Deməli, baxın, diaqram qurulub, gördüyünüz kimi 3 paya ayrılıbdır. Deməli, biz bilirik ki, diaqramlar qurularkən saat əqrəbi istiqaməti əsas götürülür və ə, ən yuxarı nöqtədən etibarən qurulma başlayır. Deməli, əgər deyirsə ki, A2, C2 diapazonu əsasında qurulub, biz də baxırıq ki, A2, C2-də birinci xana A2-dir, ikinci B2-dir, üçüncü C2-dir. Deməli, belə çıxır ki, bura A2-dir, bura B2-dir, bura C2-dir. Bu çox həyati əhəmiyyət daşıyır bunu bilmək. Çünki əgər bunu bilməsən, nəticə tapıb bilmirsən hara qoyasan. İndi isə dəqiq bilirəm hansı xana harda yerləşməlidir. C1 xanasını bilmədiyim üçün mən B2-ni hesablaya bilmirəm. Eyni zamanda C2-ni də hesablaya bilmirəm. Mən məcburam ki, A2-dən başlayım məsələn. A2 xanasını hesablayıram. Bərabərdir. 1 plus B1 çıx A1. B1-imiz neçədir? Baxıram 4-dür. A1-imiz də 1-dir. 4 çıx 3. Vur 3. Demək cavabımız oldu 10. Deməli, A2 xananın qiyməti 10-dur. Və əgər bu 10-dursa, deməli B2-dir. Və əgər bunlar ikisi 10-dursa, bu da 20. İndi istəsək, C1-i tapmaq üçün biz B2 xanasını 10-a bərabər eləyib taparıq. İstəsək, C2 xanasını 20-yə bərabər eləyib taparıq. Eyni şeydir. Gəl elə B2-dən eləyib. B1 bölü 2, B1 4-dür də, 4 bölü 2, 2, plus 4 vurulsun C1, yəni X bizim axtardığımız. Bərabərdir 10-a, bunu da özümdən yazmıram, çünki təhlil belə göstərdi ki, 10-dur. 4x bərabərdir 8, x bərabərdir 2. Deməli, belə çıxır ki, düzgün cavab variantımız D variantı 2-dir. Növbəti sual fərqləndirilmiş hissə hansı əməliyyatı icra edir? Bu, Word-ün font lent qrupuna aid olan, fontun dialoq pəncərəsinə aid olan bir əmrdir. Tutaq ki, bu bizim sətrimizdir. Belə bir sətrimiz var. Və bu sətirdə müəyyən sözü sətrin tam olaraq ortasında yerləşir. Buna deyilir normal. Sətir xəttinə nəzərən şaquli və üfüqi yerləşmə məsələsi var. Üfüqi yerləşmə bunlardır. Biz bunu keçmişik. Bu üfüqi düzlənmə. Amma şaquli yerləşmə məsələsi fontun dialoq pəncərəsində advance-ın bax bu position bölməsindədir. İstəsək biz onu sətrin yuxarısında yerləşdirə bilərik. Gördüyünüz kimi bu formada. İstəsək aşağısında yerləşdirə bilərik. Bu formada. Deməli belə çıxır ki, bu gördüyümüz position əmri Y variantında qeyd olunmuş seçilmiş mətn fraqmentinin sətir xəttinə nəzərən şaquli vəziyyətini təyin etmək üçün. Bax, tutaq ki, bu sətir xəttidir, ya söz buradadır, ya yuxarıdadır, ya da aşağıdadır. Bu sətir xəttinə nəzərən şaquli düzləndirmə. 38-ci sual, what you see, what you get nəyi göstərir Word-də? Bu, Word-ün lap birinci dərsində mənim sizə dediyim məqamlardan idi. Müəyyən terminlər vardı Word-də. Anlayış deyək termində demək olmaz. Həmin anlayışlardan biri də bu idi. Sənəd ekranda necə görünürsə, o cürdə çap olunur, sev. 39-cu sual. Excel-də elektron cədvəldə belə bir görüntü çıxıb. Bu görüntü nəyə görə çıxıb? Hansı ardıcılığı təqib eləməliyim ki, seçilmiş diapazondakı nəticələr belə fərqləndirilsin? Bu şərtli formatlaşdırma adlanır və HomeLand tabının StylesLand qrupundan həyata keçirilir. Əyani şəkildə göstərim sizə. Excel-ə daxil oluruq. Baxın, HomeLand tabının bu şərtli formatlaşdırma bölməsinin bu hissəsindən istifadə olunur. Bu gördüyünüz hissədən istifadə olunur. Davam edirik. Bu sual da çox önəmli sualdır. Alt Escape kombinasiyası nə icra edir Windows əməliyyat sistemində? Bu çox nadir hallarda qəbula düşə biləcək bir sualdır, lakin biz bunu dərsdə bildirmişik. Taskbarın izahı zamanı mən aşağıda onu qeyd eləmişdim. Alt Escape kombinasiyası taskbar üzərində olan açıq pəncərələrin birindən digərinə keçid etmək üçün nəzərdə tutulmuşdur. Yəni Windows əməliyyat sisteminin bağlı olan təqdimatına baxaq. Burada hər şey bizə bəlli olacaq. İkinci dərsdə məncə mən bu barədə danışmışdım. Bəli, bax buradadır. Hal-hazırda siz tapşırıqlar paneli, onun elementləri və məsələlər panelindəki pəncərələri dəyişmək üçün
hansı kombinasiyadan istifadə olunur barədə danışmışıq. 41 nömrəli sualımızdan davam edirik. Burada D oldu cavabımız yeri gəlmişkən. 41-ci sual çap məsələsidir. Bilirsiniz, qəbulda çox zaman düşür. Çap zamanı 20-ci səhifənin nömrəsindən soruşur. 40 səhifəlik də bir sənəd. Baxırıq, əvvəlcə çap olunacaq səhifələrə, bir də baxırıq hara? Bu dəstələnmə istiqamətinə. Dəstələnmə uncollateddir, dəstələnməmiş istiqamətdir və kopya 5-dir. Və deməli, bu o deməkdir ki, əgər uncollated qeyd olunubsa, aşağıda onsuz da 1 qeyd olunub, gördüyünüz kimi. Əvvəlcə birinci səhifədən biz kopya sayı qədər çıxardacağıq, sonra ikinci səhifədən, 3-dən, 4-dən və s. Birinci səhifəmizdə çap olunacaq səhifə 2-dir. 2, 2, 2, 2, 2. 5 dənə 2. Eyni qaydada 5 dənə 3. 5 dənə 4. Sonra 5 dənə 5 və s. bu belə davam edir də ta ki 15-ə qədər. İndi bizdən çıxardılan 20-ci səhifəni istədiyi üçün ilk 5-lik 2-dir, ikinci 5-lik 3-dür, üçüncü 5-lik 4-dür, dördüncü 5-lik, yəni 20-ci səhifədə düşür 5-ə. Və cavabımız olacaq Y variantı. Boşluq tabulyasiya abzas simvollarının sənəddə əks olunmasını tənzimləmək faylın options bölməsi ilə həyata keçirilir. Bəs hansı seçimlər qrupundan biz boşluğu, tabulyasiyanı, abzas simvollarını görə bilərik, görməyə bilərik? Çapda görsənməyən simvolların gizlədib göstərilməsidir. Bilirsiniz, əvvəlcə biz bunu Homeland tabının bax bu hissəsindən də eləyə bilirik. Eyni zamanda fayl menyusunun options'ın içərisində burada display bölməsi var. Oradan da tabulyasiya, boşluq və abzas işarələri, çapda gizlədilən görsənməyən simvollar və s. onları görə bilərik. Düzgün cavab variantımız display bölməsidir, D variantı. 43-cü sual. Sistem proqram təminatına aid olanları seçin. Burada proqram təminatına aid olmayan cürbəcür variantlar görürük. Misal üçün, aparat təminatına aid olan variantlar var burada. Onları çıxandan sonra zaten düzgün cavab variantı sizi gözləyir. 44-cü sual IP adreslər gördüyünüz kimi verilib və bu adreslərdə müvafiq ardıcıllıqla düzmək lazımdır. IP adreslər bir-biri ilə 3 nöqtə ilə ayrılmış 4 hissədən ibarətdir. Bu çox önəmli bir məqamdır. Digər bir məsələ ondan ibarətdir ki, burada biz elə bir düzüm həyata keçirməliyik ki, maksimum dərəcədə gözləyək 255-i aşmasın. İndi mən sizə bir yanlış variant göstərəcəm, bir də düzgün variantı, fərqi hiss eləyə biləsiniz deyənə. Qalan məsələləri artıq düşünürəm ki, başa düşmürsünüz. Baxın, burada düzgün cavab variantını demirəm hələ ki, bir variant yoxlayıram sizin üçün. D variantını yoxlayıram. C 117, D 22.1. Bax, gördüyünüz kimi burada pozuldu artıq. Nöqtələr arasındakı dəyərlər minimum 0-dan maksimum 255-ə qədər ola bilər. C variantını yoxlayaq. Görə burada nədir məsələ? C variantında isə qeyd olunub C 117 A nöqtə 18.2 D 22.1 və B 68. Bax, nöqtə ilə ayrılmış 4 hissə 3 nöqtə ilə ayrılıb bir-birindən. Bu hissələr arasındakı dəyərlərin heç biri 255-i aşmıyor. Ədəd olaraq 255-i aşmıyor. Digər bütün variantlarda bu aşmanı görə bilərsiniz. Demək, düzgün cavab variantımız C variantıdır. CADB. 45 nömrəli sual, printer hansı informasiyanı çap edə bilməz? Printer xaric etmə qurğularından biridir və o görüntü ilə bağlı olan hər şeyi, istər rəqəmsal görüntü olsun, istər sxematik görüntü olsun, qrafik görüntü olsun, hamısını çap edə bilir. Yalnız videoları çap edə bilməz. Aydın məsələdir ki, video bir-birini əvəz edən kadrlardan ibarətdir, həm də orada səs var. Açıq tipli testlər. Birinci sualımız elektron hökumət portalının texniki texnoloji infrastrukturu ilə bağlıdır. Çox önəmli suallardan biridir. Həmişə magistraturada e-hökumətlə bağlı nisbətən asan suallar düşür. Orada düşən suallar əsasən elektron hökumət portalının vətəndaşlar üçün, hökumət üçün, biznes sektoru üçün üstünlükləri və yaxud ümumiyyətlə üstünlükləri və yaxud mənfi cəhətləri. Lakin yenə biz digər şeylərə də baxmalıyıq. Əsasən
E-hökumətin hansı növləri var? Burada əlaqə obyektləri, əlaqə subyektləri hansılardır? Onların mənası nədir? Və elektron hökumət portalının texniki texnoloji infrastrukturunun hansı komponentləri var? Burada 5 komponentdən söhbət gedir, gördüyünüz kimi. Portalın proqram texniki vasitələri dövlət orqanlarının vahid şəbəkə strukturu deyil və belə bir-birinə çox oxşayır, amma burada informasiya ehtiyatlarının reyestridir və ya portalın ehtiyat mərkəzidir. Deməli, bu yanlışdır. E-imza üzrə milli infrastruktur orada görmədik. Telekommunikasiya kanalları portalın ehtiyat mərkəzi. Deməli, cavabımız 1, 4, 5-dir. Yenə buradan screenshot eləyə bilərsiniz. Düzgün cavab variantları əgər yaza bilməmisinizsə, portalın proqram texniki vasitələri, elektron hökumət şlüzü, dövlət informasiya ehtiyatlarının reyestri, telekommunikasiya kanalları və portalın ehtiyat mərkəzi. Bununla bağlı olan videoda mən hətta buradakı komponentlərin hansı mənası var, onları da qeyd etmişəm. Davam edirik. Düzgün cavabımız oldu 1, 4, 5. Növbəti suallar. OCI modeli birisi son dövrlərdə qəbulda çox populyar olan bir modeldir. Bu model lokal kompüter şəbəkələrində biz keçmişik. Hansı səviyyə, hansı fikrə müvafiq? Deməli, semantikanın təyini, verilənlərin tamlığının idarə olması, səhvlərin aşkarlanması. Bu aidi tətbiqi səviyyə. Ötürülmə prosesinə nəzarət və ötürmə. Baxın, ötürmə həm şəbəkə səviyyəsində həyata keçirilir, həm də nəqliyyat. Amma ötürmə prosesinə nəzarət, bu artıq nəqliyyat. B variantı və paketlərin qəbul ötürülməsi, axının idarə olunması, səhvlərin düzəldilməsi, marşrutların təyini, şifrələmə isə şəbəkə səviyyəsinə aid. 1C, 2B, 3A. Bu da çox maraqlı bir məqamdır. İndi mən həmin səhifəni sizin üçün fərqləndirəcəm. Lokal şəbəkələrlə bağlı o səhifəni mütləq şəkildə üçün qeydiyyatını götürün. Bax, bu gördüyünüz səviyyələr və onlara müvafiq olan əmrlər, əməliyyatlar, protokollar və qrup. Köblər qəbulda aşağıdan yuxarı ilk 3 səviyyəni seçin, yuxarıdan aşağı ilk 3 səviyyəni seçin və yaxud hansı ifadə hansı səviyyəyə aiddir, bu şeylərə diqqət edin. Davam edirik. Növbəti 48-ci sual. RGB ilə rənglənmiş qrafik təsvir var və monitorda müəyyən bir həcm. 50 ədəd belə təsvir nə qədər yer tutar? Baxın, düsturumuz RGB ilə hesablanırsa, düsturumuz bu hala gəlir. Ekranın eni vurulsun uzunluğu, bir də vurulsun 3 byte. Yəni bir rəngin həcmi burada 3 byte təşkil edir. A-mız 2/10-dur, B-miz də eyni zamanda 2/10. 3 byte da qeyd edirik. Sonda qeyd olunub ki, 50 ədəd belə təsvir olmalıdır. Bir dəfə də 50-yə vurulur bunu. Və cavabımız əlbəttə ki, byte-la. Nəticəni megabaytla istədiyi üçün 220-yə bölürük. Hansı ki, byte-dan megabayta keçmək üçün 220-yə bölmək lazımdır. Və nəticəmizi alırıq. 150 megabayt yer. 49-cu sual. 128 üstü 8 ədədini 16-lığa çevirsək, neçə rəqəmli ədəd alır? Bunun üçün əvvəlcə 128-i yazmalıyıq. 2 üstü neçədirsə o elə. 2 üstü 128, 7 deməkdir. 2 üstü 7 üstü 8. Yəni 2 üstü 56. Bax, bu gördüyümüz ədəd 2 üstü 56-dır. Bunu 16-lıq say sisteminə çevirmək lazım. Bunu 16-lıq say sisteminə çevirmək üçün əvvəlcə nə edilir? Bunu 2 üstü 4 əsasdan göstərmək lazım. Ki, bilək necə olacaq. 2 üstü 4 əsasdan niyə? Çünki 16-lıqda 16-lığa çevir. 16-da 2 üstü 4. 2 üstü 4. İndi biz baxmalıyıq ki, 4-ü nəyə vursaq 56 eləyər, yaxud əgər ən azından 56-ya yaxın olur. Normalda 56 ədədi 4-ə bölünür 14 dəfə. Deməli, biz yazacağıq ki, 2 üstü 4 üstü 14. İndi biz bu ədədi keçirəsi olsaq, 16-lıq say sistemində ifadə eləyəsi olsaq, belə bir şey olacaq. Bu 2 üstü 4-ün yerinə yazacağıq 16. Buraya yazacağıq 16. 1 vurulsun 16 üstü 14. Belə bir ədəddir. Bunu 16-lığa çevirsək, deməli biz 15 dənə ədəd yazmalıyıq. Elə bil ki, 14-dən 0-a kimi də bu form. Keçmişik. 14-dən 0-a kimi. 14-ün altına 1 yazmalıyıq. Çünki 16 üstü 14-ün əmsalı 1-dir. Qalan hamısına yazmalıyıq 0. 1 yanında 14 dənə 0. Beləliklə, ümumi say olaraq neçə rəqəmli ədəd alındı? 15 rəqəmli ədəd alındı. Belə bir
Maraqlı sual. Və nəhayət sonuncu sualımız asan sualdır. Bu sualda bir dövri alqoritmdir. Son nəticəni soruşur. Yəni B-nin son nəticəsi nə olar? Onu bizdən soruşur. Kəsirik sualımızı. A-mız və B-miz ilkin olaraq bəllidir. A da B də 1-dir. Sonra şərtdə soruşur. A bərabərdirmi 8-ə? Biz dedik yox, çünki A 1-dir. Yeni A ortalığa çıxır. Yəni biz gəlib bura çatırıq. Yeni A ortalığa çıxır. A bərabərdir. A2 deyə bilərsən, A2 deyə bilərsən. Bərabərdir. A vur 2. Yəni A-nın qiyməti olur 2. B-miz isə bərabər olur B plus A-ya. Yəni təzə B bərabərdir köhnə B plus bu dəqiqə tapdığımız A. B olur 3. Qalxırıq yuxarı. A bərabərdirmi 8-ə? Deyirik yox, 2-dir. 3 aşağı. A 2 vur 2 oldu 4. B də bərabər olur. Əlimizdə olan sonuncu B və əlimizdə olan sonuncu A. B oldu 7-yə. Yenə qalxırıq yuxarı. A 8-dirmi? Yox. A bərabərdir 4 vur 2, 8. B-miz də bərabər olacaq neçəyə? A-nın son qiyməti olan və B-nin son qiyməti olan dəyərlərin cəmi. B-nin son qiyməti olmuşdu bizdə 7, A-nın son qiyməti olmuşdu 8. Bəli, baxırıq ki, B 15 eləyib, qalxırıq yuxarı. A 8-dirmi? Bəli, A 8 və çıxırıq. Sonda B-ni neçə tapmışdıq? 15. Cavabımız da elə 15 eləyib. Beləliklə sınağımız yekunlaşdı. Qəbul tipli suallardan çox istifadə eləmişdim bu sınaqda. Maksimum dərəcədə yararlanmağınızı tövsiyə edirəm. Son günlərdə hər birinizə uğurlar, Zeynəb.